Emircan Production təqdim edir. Salam əziz balalar. Bugün də biz nağıllar aləminə səyahət eləyəcəyik. Deməli, biri var idi, biri yox idi. Qədim zamanlarda bir şah var idi. Onun bir dənə qəşəng bomba qızı var idi. Bu qızın baxmayaraq ki, varı dövləti var idi, bu qız heç vaxt gülməzdi. Ay qızım, axı sən niyə gülmürsən? Sən şahzadəsən, bütün ölkə sənin əlindədir, var dövlət. Niyə üzün gülmür axı sənin? Mən hətta sənin üçün dünyanın bir neçə yerindən tərxəylər gətirmişəm ki, sənin üzünü güldürsünlər. Şah sağ olsun, Hindistandan bir namizəd gəlib. Gəlsin. Buyurun, gəlsin. Tez ol. Şah sağ olsun. Sən kes o şahı. Şah sağ olsun. Sən Hindistandan gəlmirsən. Bəli, bəli. Sən əminsən ki, mənim qızımı güldürə biləcəksən? Bəli, əminəm. Cəllad, əgər bu mənim qızımı güldürə bilməsə, bunun boynunu vurun. Gedə bilərsən. Baş. Şah sağ olsun. Bir nəfər də Frəngistandan tərixə gəlib. Gəlsin. Buyursun. Oh, dişiqo, dişiqə, dixin baxışın, dişoqda. Deməli, sən Frəngistandan gəlmirsən. Bəli, şıqə, məxətəv. Səndən öncə bir Hindistanlı mənim qızımı güldürə bilmədi və onun boynu vuruldu. Sən əgər qızımı güldürə bilməsən, sənin də başın bədənindən ayrılacaq. Qızım o otaqdadır, gedə bilərsən. Və beləliklə şah Frəngistandan və Hindistandan gələn tərxələrin boynunu vurdurdu. Görəsən mənim qızım nə vaxt güləcək? Şah sağ olsun. Və nəhayət axırıncı namizəd. Bir nəfər Azərbaycanın Əmircan kəndindən gəlib. Gəlsin. Buyursun. Aleyküm. Salam. Sən Azərbaycanın Əmircan kəndindən gəlmirsən. Bəli. Sən özünə əminsən ki, mənim qızımı güldürə biləcəksən? Şirdinlər. Amma səndən öncəkilərin başı bədənindən ayrıldı. Sən əminsən? Bəli. Elə pis çıxmasın. Qızımız anası otaqdadır. Qızım 4-cü otaqda. Gedə bilərsən. Al. Mənim qızım